Növbəti mövzumuz 5-ci mövzudur. Stulların təmiri. Müəllimlər, bu mövzunun əvvəlindən sonuna kimi stulları necə təmir etmək olar? Yəni, bu haqda biz öyrənəcəyik. Məktəbli partalarının və stulların metal gövdələri nadir hallarda sınır. Elə buna görə də onların təmirə ehtiyacı olmur. Bəli, nadir hallarda sınan hissə hansıdır? Metal gövdələr. Amma stulların faner hissələri, oturacağı, bir də söykənəcəyi tez-tez təmir etmək lazım gəlir. Nadir hallarda sınan metal gövdələrdə tez-tez isə sınan, hansı ki təmirə ehtiyacı olan faner hissəsidir, oturacağıdır, bir də söykənəcəyi. Ümumi yəni stulların təmiri haqqında bunu biz məlumat aldıq, informasiya aldıq. Bəs indi gəlin görək, bu stulları necə təmir edə bilərik? Köhnə şagird stulunun nasazlığını özünüz aradan qaldırmaq istəsəniz, təmir üzrə məsləhətlərə əməl edin. Gəlin görək bu məsləhətlər hansıdır. İlk öncə zədələnməni qiymətləndiririk. Gəlin görək necə qiymətləndiririk. Əvvəlcə stulun faner hissəsinin zədələnmə dərəcəsini qiymətləndirmək lazımdır. Bax, faner hissəsinə baxırıq, faner hissəsini qiymətləndiririk. Əgər stul sadəcə cızılıbsa, cızıq varsa, məsələn, adi cilalama ilə həll oluna bilər. Əgər faner mexaniki zədədən və rütubətdən təbəqələrə ayrılıbsa, onu təmir etmək bir qədər çətinləşir. Deməli, cızıq varsa, indi üstündə cızıqlar varsa, biz onu cilalayırıq, aradan qaldırırıq, təmir edirik. Yox, əgər mexaniki zədələr var, rütubətdən təbəqələrə ayrılıbsa, onu təmir etmək çətinləşir. Bu halda təmir stulun ömrünü yalnız bir neçə ay uzadacaq. Bundan sonra fanerin tilişkələri, bax, hansı ki, oturacağın bu kənar hissəsində olur tilişkələr. Tilişkələri məktəbli geyimini didməyə başlayacaq. Cırılmış və didilmiş məktəbli geyiminin təmiri isə faner lövhəciyinin dəyişdirilməsindən də baha başa gələcək. Bəli, bu üstüyü dəyişdirəndə də belə deyək, baha başa gəlir. Məktəbli stulunun əsas hissəsi şagirdin ayaqları istiqamətlənən tərəfdir. Baxın, əsas hissəsi hansı ki, bu hissədir. Ayaqları istiqamətlənən tərəfidir. Oturacaqlarda olan qopuqların təmiri o qədər də çətin deyil. Ən son halda onları yapışdırmaq olar. Deməli, oturacaqlarda olan qopuqlar, hansı ki qopuqlar var, onları təmir eləmək çətin deyil. Onları yapışdıra da bilərik. Deməli, bu oldu bizim qiymətləndirməmiz. Yəni, biz təmir edəcəyimiz stola qiymət veririk. Görək ki, cızılmadımı, yoxsa mexaniki zədədir, rütubətdən ayrılmadır, sonra tilişkələrin çıxmasıdır. Bu cür qiymətləndirməmizi verdik. Sonra cilalamaya baxaq. Cilalamanı cilalayıcı maşınla yerinə yetirmək daha yaxşıdır. Nəyin vasitəsilə? Cilalayıcı maşınla. Əgər təmir edilən stulun sayı 2-3 ədəddən artıq deyilsə, cilalamanı əl ilə də etmək mümkündür. Əgər 2-3 ədəddən artıqdırsa, artıq biz cilalama, belə deyək, əllə etmirik də, cilalama aparatı ilə edirik. Deməli, dedik ki, cilalamanı əl ilə də etmək mümkündür. Bu zaman yalnız istismar zamanı korlanmış sahəni deyil, bütün səthi bərabər cilalamaq daha yaxşı olar. Hansı ki, istismar olunan səth, belə deyək də, cilalasaq, yarı cilalanmış, yarı belə cilalanmamış yaxşı görünməyəcək. Ona görə də bütün səthi bərabər cilalayırıq. Cilalama prosesində köhnə lakı tam və qismən çıxarmaq lazımdır. Deməli, köhnə lakı necə çıxarırıq? Ya tam çıxarırıq, ya da qismən çıxarırıq. Cilalamadan sonra stulun səthində deşiklər qalarsa, onları kiçik faner hissələrindən istifadə etməklə bağlamaq lazımdır. Təmir zamanı epoksid və yaxud da adicə PVA yapışqandan istifadə etmək olar. Epoksid yapışqan, epoksid elə bir şeydir ki, ondan belə deyək də, bijuteriyalar falan da düzəldə bilirlər, klonlar. Deməli, epoksid bir də PVA yapışqanından istifadə edirlər. Taxta detalları yapışdırmaq üçün istifadə edilən yapışqan növləridir. PVA və epoksid. Taxta detalları yapışdırmaq üçün.
Bu da bizim cilalamamız oldu. Deməli, cilalama 2-3 stuldan artıq deyilsə onu əldən eləyirik. Ya tam ya da qismən lakı çıxarırıq. Daha sonra cilalamadan sonra deşiklər qalırsa, onları kiçik fanel hissələrindən istifadə etməklə bağlaya bilərik. Epoksit və ya PVA yapışqandan istifadə edirik. Bu oldu bizim cilalama. Gəldik laklamaya. Məktəb mebelinin üzəri nitroselüloz lakla örtülür. Laklamada nədən istifadə edirik? Nitroselülozdan. Lak parlaqdır və demək olar ki, səthə dərhal hopur. Deməli, nitroselülozdan söhbət gedir. Parlaqdır və dərhal hopur. Səthə dərhal hopur. Ev temperaturunda çox tez, təxminən 2 saata quruyur. Deməli, nitroselüloz 2 saata quruyur. 2 saat. 2 saata. Çatlara daha yaxşı. 2 saata quruyur. Stulu 3-4 dəfə laklamaq lazımdır. Bəs neçə dəfə laklayırıq? 3-4 dəfə laklayırıq. Neçə saata quruyur? 2 saata. Necədir? Parlaqdır. Dərhal hopur. 3-4 saata quruyur. 2 saata quruyur. Üzrlü sayın. 3-4 dəfə isə laklamaq lazımdır. Lak bir neçə dəfə sürtülərsə, qopuqlara, çatlara daha yaxşı yayılır. Stulun mexaniki, termiki və rütubət zədələnmələrinə qarşı dayanıqlı edir. Deməli, həm mexaniki, həm termiki, həm də rütubət. Deməli, mexaniki zədəyə qarşı qoruyur, termiki istiliyə qarşı qoruyur, rütubət də ki, rütubət bilirik də, yəni. Əgər çox təbəqəli laklama çətinliyi yaradırsa, PF283 mebel lakından və ya PF231 parket lakından istifadə etmək olar. Deməli, 283 mebel lakıdır, 231 isə parket lakıdır. 283 mebeldir, 231 isə parket lakıdır. Bu halda lakı çox qurutmaq lazım gələcək. Əgər parket və yaxud da ki, mebel lakından istifadə edirsə, 48 saata qismən quruyur, qismən. Amma 7 günə isə tam olaraq bərkiyir. Deməli, laklamanı necə həyata keçirdik? Nitroselülozla. Nitroselüloz parlaqdır, 2 saata quruyur, 3-4 dəfə elə bil ki, laklamaq lazımdır. Daha sonra nədən qoruyur? Mexanikidən, termikidən və rütubət zədələnmələrinə qarşı dayanıqlıdır. Əgər çox təbəqəli laklama çətinliyi yaradırsa, onda elə bil üst-üstə biraz belə çobud görünür deyə onda PF283 mebel lakından və yaxud da ki, PF231 parket lakından istifadə edirik. Bu zaman qismən quruyur 48 saata, 7 günə isə tam olaraq bərkiyir. Daha sonra, laklama zamanı əl altında hərəsindən bir banka olmaqla lak həll edicisi və OH spirt durulaşdırıcısı olmalıdır. Həm lak həll edicisi, həm də OH spirt durulaşdırıcısı olmalıdır. Həll edici lakın qatılığını lazımi tərkibə çatdırmağa, OH spirt durulaşdırıcı isə döşəməyə və paltara düşən ləkələri silməyə kömək edəcək. Deməli, həll edici nə üçündür? Qatılığı aradan qaldırmaq üçün, lazımi tərkibə çatdırmaq üçün. Bəs OH spirt nə üçündür? Hansı ki, ləkələr düşürək, döşəməyə, paltara. Bax, OH spirti ilə də onları silirik. Təmir edilmiş əşyaların qurumasını gözləmək bir həftə vaxt lazım olmadıqda nə etmək lazımdır? Belə bir sual verir bizə. Bu zaman ən asan variant məktəbli stulu üçün oturacaq və söykənəcəkdən ibarət təmir dəsti almaqdır. Deməli, baxın, təmir dəsti budur, stul dəsti. Ən asan variant hansı ki, məktəbli stulu üçün oturacaq və söykənəcək dəsti alırıq. Sıradan çıxmış stulları operativ təmir etmək üçün məktəbdə ən azı 30-40 təmir dəsti olmalıdır. 30-40 təmir dəsti olmalıdır. Hansı ki, əl ilə cilalama necə idi? 2-3 dənədən artıq deyilsə, yəni azdırsa, onda biz nə edirik? Əl ilə cilalayırıq. Gəldik bura. 30-40 təmir dəsti olmalıdır ki,
biz operativ təmir eləyək. Gəlin görək məişət stulu necə təmir edilir. Bayaqdan danışdıqlarımız məktəb stulları haqqındaydı. Əgər evdə köhnə, sınıq, dizayna uyğun gəlməyən stul varsa, onu atmağa tələsmirik. Stulların təmiri çox asandır. Təmirdən sonra bu əşya interyerinizin ən gözəgəlimli əşyası ola bilər. Təxəyyülünüzü işə salın. Və səbirli olun. Yalnız bu halda təmir etdiyiniz stul yeni həyat qazanır. Məişət stulunun təmiri prosesinə baxaq. Məişət stulunun təmiri prosesi iki əsas hissədən ibarətdir. Gəlin görək hansı? Deməli, iki əsas hissədən ibarətdir. Biri taxta elementlərlə iş, digəri isə oturacağın tarım çəkilərək bərkidilməsi. Oturacağın tarım çəkilərək bərkidilməsi. Stulun sökülməsinə başlayaq. Taxta gövdədən köhnə oturacağı çıxartmaq üçün vintasanla mismarları boşaltmaq və şurupları açmaq lazımdır. Deməli, ilk öncə nə edirik? Taxta gövdədən köhnə oturacağı. Təsəvvür edin, gövdədir və oradan oturacağı çıxartmaq lazımdır. Bunun üçün nə edirik? Mismarlar var. Mismarları boşaldırıq, şurupları açırıq. Boyanı və lakın bərabər yaxılması üçün taxtanın köhnə lak örtüyünün sumbata kağızı və ya cilalayıcı maşın vasitəsilə təmizlənməsi məqsədə uyğundur. Bərabər yaxmaq üçün taxtanın köhnə lak örtüyünün sumbata kağızı və ya cilalayıcı maşın vasitəsilə təmizlənməsi məqsədə uyğundur. Hansı ki, baxın burada. Şəkil 4 budur. Cilalayıcı maşınla təmizləyir. Sonra yeni örtüyün çəkilməsinə başlamaq olar. İnteryerdən asılı olaraq bu yeni mebel lakı və ya boya ola bilər. Baxın, ya boyadır ya da mebel lakı. 2 qat lak çəkilir. 2 qat. Bax, burada 2 qat lak çəkilir. Laklanmış hissəni qurumağa qoyub oturacaqla məşğul olmaq lazımdır. Baxın buradan stepləri sökür. Stulların oturacaqlarının tarım çəkilərək bərkidilməsi üçün əl altında oturacağın ölçüsündə süngər, zövqə görə üzlük parça və mebel üçün steplər olmalıdır. Steplər hansı ki, bu qara nöqtələr göstərir. Parçanı metal pərçimlər vasitəsilə taxtaya bərkidilən mexaniki alətdir. Hansı ki, dəftərləri də biz tikirik. Dəftərlər üçün biraz nazik olur. Amma stullar üçün isə biraz qalın olur. Yəni, oduncağa bata biləcək şəkildə. Oturacağın köhnə üzü və süngəri çıxarılır. Köhnəlmiş üzün əsasında təzə parçadan yeni üz biçilir. Köhnənin əsasında yeni üz biçilir və kəsilir. Oturacağın fanerindən ülgü kimi istifadə edilərək süngər döşəkcə kəsilir. Baxın, süngər döşəkcə kəsildi. 8-9. Deməli, nədən istifadə edirik? Oturacağın fanerindən ülgü kimi istifadə edirik və süngər döşəkcə kəsilir. Stula həcm və rahatlıq vermək üçün lazım olan süngəri iti bıçaq və ya qayçı ilə kəsmək olar. İki üzlü skoç vasitəsilə süngər döşəkcə fanerin üzərinə yapışdırılır. Baxın, burada da süngər hansı ki, iki üzlü skoçdan istifadə edir və nəyə yapışdırılır? Fanerin üzərinə yapışdırılır. Bundan sonra mebel steplərin köməyi ilə üzlük oturacağa bərkidilir. Baxın burada.
Qızım belə. Üzlük üçün hazırlanmış parça oturacağın üzərində tarım dartılıb hamarlanır. Bundan sonra mebel stepləri köməyi ilə üzlük oturacağa bərkidilir. Üzlüyün səliqəli görünməsi üçün pərçimləri bir-birinə yaxın vurmaq, sonra isə iynə və sapın köməyi ilə oturacağın bütün qatlarını əllə tikib səliqəyə salmaq lazımdır. Söhbət buradan gedir. Daha sonra 12-ci, hansı ki, ən sürətli və xoşagələn mərhələ yığmaqdır. Bu mərhələdə şurup və xırda mismarların köməyi ilə oturacağın hazır hissələri birləşdirilir. Qeyd etmək lazımdır ki, uzun müddət işlənən mebel köhnəlir. Stul kətillərin köndələn tirləri və ayaqları boşalır, qırılır. Köhnə stulların sadə təmirini yapışqan və taxta pazların köməyi ilə yerinə yetirmək olar. Əgər stulun və ya kətilin köndələn tiri boşalıbsa, o çıxarılır. Sonra tirin baş tərəfi çərtilir və ona kiçik ölçülü oduncaq paz vurulur. 12, burada da şuruplarla yığdı. Bu zaman paz bir qədər tirdən kənara çıxmalıdır. Daha sonra bu zaman paz bir qədər tirdən kənara çıxmalıdır. Daha sonra yapışqan sürtülmüş pazla birlikdə köndələn tiri deşiyə geydirir və mebelin səthini korlamamaq üçün çəkicin döyəcinin altına həmişəki kimi taxta tirciyi qoyuruq ki, tirci qoyaraq yerini tam oturana dək vururlar. Bu da bizim 13-cü. 14-dəki hazır stuldu təmir ediblər. Və bitdi. Belə müəllimlər, mövzumuz bu qədər. Testləri göndərəcəyik. İnşallah testlər üzərində işləyərsiniz.